Bismillah, demək, bəzi tələbələr onlayn şəkildə hazırlaşırlar. Ona görə də dərslərə baxıb nə edəcəklərini soruşurlar. Yəni ev tapşırığı necə olacaq, nə etməlidirlər ki, keçirilən dərsi daha da yaxşı öyrənə bilsinlər. Demək, standart şəkildədir. Yəni necə ki, digər dərslərə hazırlaşırdınız, buna da eyni şəkildə, yəni 3 dəftəriniz olmalıdır. Qrammatika dəftəriniz, lüğət dəftəriniz və tapşırıq dəftəriniz. Təbii ki, lüğət dəftəri və qrammatika dəftəri mütləqdir. Səbəblərini də az sonra deyəcəm inşallah. Ev tapşırığı belədir ki, əgər yazsanız, nə qədər çox yazsanız, o qədər əliniz öyrəşmiş olacaq. Həmçinin də verilmiş materialı daha tez mənimsəmiş olacaqsınız. Bu sizin üçün asan olacaqdır. Yəni bir sözü nə qədər çox yazsanız çalışmalarda, o qədər tez onu əzbərləyəcəksiniz. Qaldı ki, ev tapşırığını necə eləmək lazımdır? Ev tapşırığını, məsələn, bu mətindir, mətin qismindədir. Burada mətin qismindədir. Burada tapşırıq yazılan yerdə təmrin bu şəkildə yazılır. Tapşırıqları tərcüməsini biz onsuz da deyirik, yəni keçəndə tərcümə edirik. Sizə qalan yalnız bunu ərəbcə yazmaqdır. Təbii ki, ərəbcədə yazanda özünüz üçün tərcümə edə bilərsiniz. Məsələn, bunu yazsınız, mə hədə, miftəhun, mə hədə kitabın. Başlıqda əvvəlcə təbii ki, biraz çətin ola bilər sizə, lakin müəyyən bir zaman dilimindən sonra sizə ərəbcə yazıları qeyd etmək elə də çətin olmayacaq. Çünki hamı bu yolu keçir. Mən də ərəb dilinə keçməmişdən əvvəl, yazmamışdan qabaq ərəbcə yaza bilmirdim. Təbii ki, başladım, bismillah, ondan sonra yavaş-yavaş öyrəşir insan. Zaten burada sizdən uzun cümlələr tələb olunmur. Standart eyni şeyi bir neçə dəfə yazdıqsa əliniz öyrəşəcək. Bəli, burada məsələn bu tapşırığı yazırsınız, daha sonra bu şəkildə bunu ikinci tapşırığı yenə yazırsınız, suallara cavabdır. Biz onsuz da bunu keçəndə tərcümə edirik. Sizə yalnız yazmaq qalır. Həmçinin ümumiyyətlə bax, buradakı tapşırıqları bu şəkildə sadəcə yazıb iqra vaktub, oxu və yaz. Bunu da yaza bilərsiniz əlinizi öyrəşmək üçün. Bu minvalla bütün tapşırıqların hamısını yazırsınız. Bu birinci dərsə də aiddir, ikinci, üçüncü və s. dərslərə. Ondan da əlavə, deməli, yeni sözlər barədə istərdim qısaca bir qeydiyyat edeyim. Deməli, yeni sözləri də eyni şəkildə ayrıca lüğət dəftərini yazırsınız. Yəni, söz ərəbcə və qarşısının tərcüməsini 2 yerə bölürsünüz. Və dəftəri, məsələn, belə deyək ki, məsələn, müəyyən bir ağ yer açaq, ağ səhifəni. Deyək ki, bu bizim ağ səhifəmizdir. Bəzi adamlar, məsələn, götürürlər, dəftəri götürürlər, 4 yerə bölürlər. Yəni ki, ərəbcə yazmaq üçün. Baxın, belə yazırlar və yaxud da 3 yerə bölürlər dəftəri. Çünki ərəbcə söz və tərcüməsi çox az yer tutur. Fikirləşirlər ki, 2 dənə belə yerə bölsək, o israf olacaq. Yəni, burada sözü yazacaq və bu qədər yer boşluqda qalacaq. Xeyr, əslində qalsa elə deyil. Bir müddətdən sonra biz deməli, sözlərin cəmlərini də öyrənəcəyik. Məsələn, yazacaq kitabun, məsələn deyək. Buradan yazırsınız kitab, məsələn. Bir müddətdən sonra bunun cəmini keçdikdə yazacaqsınız kutubun. Yəni, bu boş yer bizim üçün istifadə olunacaqdır. Ona görə dəftərinizi 2 yerə bölürsünüz və lüğəti bu şəkildə tutursunuz. Qrammatika dəftəri də nə üçün lazımdır? Bəziləri götürür, necə ki, universitetdə çox tələbələr bir dənə dəftərin içində 5-6 nəfərini yerləşdirirlər. Çünki orada məqsəd təhsil almaq, öyrənmək, oxumaq yox, sadəcə olaraq müəllimin, belə deyək, gözünə pərdə asmaq üçündür. Yəni, eyni deməli, dəftərə, 100 vərəqli dəftərə 2-3 fənni sığışdırırlar. Burada məqsəd bizim ikimiz aldatmaq yox, özümüzün öyrənməsi üçündür. Ona görə gələcəkdə eyni dəftərə həm qrammatika, həm lüğət dəftəri, həm də tapşırıq dəftəri yazsaz, sizin üçün o qrammatik qaydaları axtarmaq yorucu olacaqdır. Odur ki, mən sizə məsləhətim ayrıca bir dəftəriniz olsun. Böyük olmasına ehtiyac yoxdur. 50 vərəqli dəftər olsa kifayət edər
və ora yalnız qrammatik qaydaları qeyd edirsiniz. Və nə zaman ki biz bütün kitabı keçdik, məsələn birinci və yaxud da ikinci kitabı, siz açacaqsınız o zaman, yəni oradakı qaydaları cəmi məsələn 5-10 vərəq civarında olacaq. Siz onları tezdən təkrarlayacaqsınız və deməli artıq ikinci kitaba keçməyə hazır olacaqsınız. Lakin əgər siz tapşırıq dəftəri, qrammatika dəftərini bir yerə salsanız, o zaman siz onda bütün o 100 vərəqli dəftəri bir-bir səhifələyib çevirməlisiniz ki, tapım o qrammatik qaydaları və bəzən bu insana yorğunluq gətirir. Çünki biri var 5-10 səhifəlik, məsələn deyə 5-10 səhifəlik dəftəri çevirib qrammatik qaydaları təkrarlayırsan, bir də var 100 vərəqli dəftəri çevirirsən səhifələrini, orada da axtarmaq lazımdır. İnsana belə deyək, gözü qorxur sanki. Yəni 100 vərəqli dəftəri açıb oxumağa nə həvəs gəlir, nə də insan yorulur, tez yorulur. Ona görə bu şəkildə ayrıca qrammatika dəftəri, ayrıca lüğət dəftəri və ayrıca da tapşırıq dəftəri olsa daha yaxşı olar. Qısaca bir xatırlatma etdim. İnşallah bu qeydiyyat sizin üçün faydalı olar.